Hörmətli izləyicilər, görürsünüz, yay mətbəxinin içi su ilə doludur. İndi düşəcəyəm aşağı və aşağıdan göstərəcəm. Axıntılar ancaq mişar daşların altından axır. Görürsünüz. Baxın, yaxınlaşıram. Həmən binadayım. Gördüyünüz kimi. Bu da bunun damı. Budur, baxın, 400 markalı beton budur. Heç nəmlənməyib də. Bunlar da nəm deyil, gördüyünüz kimi. Yəni 400 markalı betonun su keçirməsi 2-4% hesablanır. Maksimum 4%. Heç burada 2% də mən görmürəm. Balaca ora qaralıb, bilmirəm, nəmişliydi yoxsa nə. Ancaq yenə də keçirtməyib. Dammur eləmir, çox gözəl bir vəziyyətdədir. Vaxtında normal vibrasiya olunmuşdur və belə bir su keçirməyən damımız var bizim.